Geldiler kapını döydüler. 3-4 tane maşın, 15-20 nefer kapını sındırırlar. Tez ol aç, açı. Geldi tökülüştüler eve. Hərəsini bir tane gizlatmışdı. Ali burasında ne gizlatıp. Xomeyni'nin şəkliyle bir tane kırmızı belə bayraq. Ben atamın rəhmətliyin şəklini yığmışam anamın. Xomeyni mənə lazım idi. Xomeyni'nin şəklini gətirib evdə döşəyin altına koydular. Deyir bu çıxdı bunların evindən. Yanvarın 31-i Yaqubov Ümidvar Akif oğluna zəng gəlib. Ali var 31-in rəisi. Zəng eləyib ki uşağa Ümid var gəl bura səndən işimiz var. Çıxıb gedən kimi də uşağa deyib ki Ümid biz sən deyib ki zakas eləyiblər səni. Biz səni deyir tutmalıyıq. 15 nəfərə kimi orada. Uşağa nə eləyirlər? Əsəbləşir, hirslanır, qışqırır uşaq. Xəstə uşaqdır da asma bronxit. Nə zülümlər gətirirlər başına. Uşaq deyir öldürün də məni 15-də. Məni heç nə boynuma götürən deyirəm. Deyir bu nəşəni götür boynuma. Sən yaxşı oğlansan, 50 deyib. 31-in rəisi.